Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, demək, hörmətli izləyicilər, 202-92-170 marşrutlarından 300-400 metr məsafədə ATV-lər məhəlləsinə yaxın ərazidə, məktəbə yaxın ərazidə 2 mərtəbəli hörmətli izləyicilər, 3 otaq yuxarıda, 2 otaq da aşağıda, 5 otaq olmaqla bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ev, yəni biraz təmirsizdir, düzdür, biraz həyətində işlər görüb, yarımçıq qalıb. Yəni gördüyünüz kimi, indi ətraflı məlumatları verəcəm. Evin qiyməti yaxşıdır, yerinə görə çox ucuz verilir. Yəni bugünkü vəziyyətdə sizin nəzərinizə qiyməti çatdıracağım. Gördüyünüz kimi, bax, bu evin görünüşü xarici görünüşdür. Sadəcə ev sahibi, bax, burada işlər görüb, yarımçıq qalıb, biraz çölü bayır, biraz düzdür, səliqəsizdir. Amma evi, ev elə söz, biraz xərc çəksöz, evi gözəl vəziyyətə gətirmək olar. 5 otaqda özə qiymət də gözəldir. Bax, bura həyətyanı sahəsi olacaq. Buranı söküb götürüləcək. Açığını deyim, hörmətli izləyicilər. Girişindən hazır bir maşın daxil olan həyət olacaq. Rahat bir maşın daxil olacaq. Burada da boş oturmağa ərazisi olacaq. Girən də evin içi ilə tanış olaq. Bir 10.000 xərci var, hörmətli izləyicilər. 7-8 mənə də başa gətirmək olar. Təxmini deyirəm, yəni giriş hissəsidir. Böyük xoldur, hörmətli izləyicilər. Nəzərinizə çatdırın, bax, mətbəxi burada dartıb çıxartmaq olar. Baxın, bax, təmirsiz verir ev sahibi. Kalonlar da atılıb 2 mərtəbə qaldırılıb. Mətbəxi burada dartmaq olar. Nəzərinizə çatdırın, böyük xol eləmək olar. Bura bir qonaq otağıdır, nəzərinizə çatdırın. Bu hissəsi gördüyünüz kimi qonaq otağıdır. Ev sahibi hələ ki mətbəxi bura xola verib. Xolu genişdir, ürək açandır, pilləkəndir. Burada ev sahibi müvəqqəti düzəldib, 2-ci mərtəbə indi göstərəcəm. Yəni burada şərait yaratmaq olar. Qiymət də gözəl qiymət. Yəni bugünkü vəziyyətdə bu qiymət ev yoxdur burada. Burada bir yenə yataq otağıdır. Buradan evin arxasına pəncərə baxır deyə qonşunun həyətinə portika qoyublar. Bura artıq əşyalar yığmaq üçün boş yerdir. Burada nə istəsəz düzəldə bilərsiniz. Haradasa 15 kvadratlıq bura bir 3-ün 5-ə olar. 3 metr belə, 5 metrdə bax belə olar. 15 kvadratlı bir yataq otağıdır. Burası sanuzel hissəsidir. Gördüyünüz kimi, hörmətli izləyicilər. Sanuzel hissəsidir. Sanitar qovşağına hamam ikisi bir yerdədir. Mətbəxi bura salıb yenə qeyd edirəm. Mətbəxi içəri dartmaq olar. Yəni çölə böyük xol eləmək olar, oturmaq üçün burada əlverişlidir. Yuxarıda da hörmətli izləyicilər, elə bir şey qalmayıb. Yuxarı demək olar təmiri vəziyyətdədir. Bir dənə buranın laminatı qalıb. Bax, burada böyük bir otaqdır, gördüyünüz kimi. 2 də otaqlar burada da açılır. Bura mansardır özü. Aboyları vırılıb, yəni hamısı qaydasındadır. Buranın bir laminatı qalıb, qapısı qalıb. Bir də buradadır. Hərəsi bir 15 kvadratlıq otaqlardır. Burada haradasa 20-25 kvadrat olar. Buranın təmirin aboyları zadı, hər şey qaydasındadır. Laminatı ev sahibi bəlkə özü də verə bilər, təhvil verə bilər. Nəzərinizə çatdırım ki, ustadı ev sahibi. Yəni pulun versəniz işi gördürə bilər. Bax belə. Pilləkən müvəqqəti qoyulub. Burada nəzərinizə çatdırım, hörmətli izləyicilər. Belə. Gördüyünüz kimi, hörmətli izləyicilər, bütün nə varsa hamısını daşqanan sizə ətraflı məlumatı sizə çatdırdım. Yenə qeyd edirəm, hörmətli izləyicilər. Bax, bura geniş xoldur. Bura, mətbəxi bura çıxartmaq olar. Geniş xol yaradırsan, pilləkəni dəyişirsən. İndi pilləkən müvəqqəti qoyulub, qəşəbdən pilləkən qoydun, çıxdın. Yuxarı ilə xərci yoxdur. Yuxarının uzağı 607.000 manat xərci var yuxarının, qapılarla bərabər. Yəni, əsas işlər bu aşağıda gediləcək. Bunu da nəzərinizə çatdırım. Qiymət də, hörmətli izləyicilər, demək olar 70.000-dən düşüb 64.000-ə. 64.000-ə, yenə də endirim olmaqla olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sənədlərdə qeydiyyat propsiki olacaq. Nəzərinizə çatdırım, köməkliyi də göstərə bilərik. Yəni, propsiki eləməyə köməkli göstəririk. Nəzərinizə çatdırım. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməkli göstərə bilərik. YouTube-da, Instagramda, TikTokda, Facebookda. Ses alayımlar səhifəsinə daxil olursunuz. Orada istədiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Yenə qeyd edirəm, ev
70 mindən 64 minə endirilib. Yenə də endirim olacaq. Təcili satılır. Yəni gəlin özü kim istəyirsə, ucuz əlində pulu olanlar da gəlib bunu qəşəng, gözəl ev eləyə bilər. Yerdə düz qapının ağzına qədər də asfaltdır, məktəbə, marşrutlardan ilə uzaq yerdə deyil. Binəqədi yolu ilə aşağı DSK yolunun ortasında, yəni düz yerləşir. Yer yaxşı yerdir. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik.